Şəxsən mən özüm Saudiyanı oruç tutdum. Mənim ailəm, qardaşlarım, dostlarım, tanışlarım, yaxınlarım Saudiyanı oruç tutduq həmin ili. Saudiyanı oruç tutduq həmin ili. Amma sən müsəlman ölkəsi yaşasın deyirsən, mən Məkkənə gedirəm. Ya sən özü alışdırmalı, sən nə görürsən ki buranı? Sonra Peru'dur, yoxsa nə deyil? Yeni Zelandiya. Sadəcə bəzi qardaşlar fikir vermir hələ adamlar. Allah ki, hələ adamlar əslində problemdir. Kim belə şeyləri təbliğ edir, onlar problemdir. Aydındır qardaşlar. Bəli. Allah razı olsun. Selamun Aleyküm və Rəhmətullah. Əxi, yəni bu elə bir məsələdir ki, daha bu məsələni hər il da danışılır da, hər ildə 2 dəfə Ramazan bayramında, Qurban bayramında, xüsusən də Ramazanda da bu hər il bu təkrarlanır da, yəni bu məsələlər cəmaatla götürülür. Dəxli yoxdur. Bugün ay göründü, görünmədi, 5 gün sonra göründü, 10 gün sonra görünmədi. Bu heç nə dəyişmir. Siz də elan eləyiblər, ayın 29-u bayramdır, əlhamdülillah 29-u da bayramımızı eləyin. Və salam, yəni artıq fəlsəfə, zat heç nə lazım deyil. Bu bütün alimlərin görüşüdür. Bütün alimlərin görüşüdür və cəmaata müxalif olmaq olmaz. 29-u elan edilib, 29-u da bayram edirsiniz. Və kim ki buna müxalif hərəkət edirsə qardaşlardan, ya cahildir, ya inatkardır, ya da ki fitnəkardır. Ya da ki fitnəkardır.